Bərabər yanlı üçbucağın xassələri. Bilirik, üçbucağın üç tərəfi var. Bu üçbucağın iki tərəfi bərabər olarsa, bu üçbucaq bərabər yanlı üçbucaq adlanır. Bərabər yanlı üçbucağın bərabər tərəfləri yan tərəflər, bərabər olmayan üçüncü tərəfi isə onun oturacağı adlanır. Məsələn, bu şəkildə çəksəm, əgər bu iki tərəf bərabər verilərsə, bu onun oturacağı adlanır. Digəri onun oturacağı adlanır. Və ya şəkli hökmən deyil ki, belə çəkək, oturacaq həmişə aşağıda olsun. Bunları bizə bərabər verərsə, onda oturacağı digər tərəfi olur. Yəni, bərabər olmayan tərəf onun oturacağı adlanır. Üçbucaqların konkurentliyinin TBT əlamətindən istifadə etməklə bərabər yanlı üçbucağın bəzi xassələrini qeyd etmək olur. Yəni, TBT nə idi? İki tərəf və onlar arasında qalan bucaq. Bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqlar konkurentdir. Yəni, oturacaq haraydı? Bax, bu hissəni qeyd etmişdik. Buna bitişik bucaqlar konkurentdir deyir. Yəni, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Bu xassəni necə əsaslandırmaq olar? Ta ki, bizə ABC üçbucağı verilib. Məsələn, çəkək, bu ABC üçbucağı. ABC üçbucağı. Üçbucağın ixtiyari bucağının tənbölənini çəkmək olar. Məsələn, C bucağının tənbölənini çəkirik. CD tənbölən. Tənböləndirsə, bu deməli C bucağı təpədəki bu bucağı yarıya böldü. CD parçası ACD və BCD üçbucaqlarının ortaq tərəfidir. Yəni, bax, bu CD hər ikisində ortaqdır. Burada TBT əlamətinə görə ACD, yəni iki tərəf, bunda dedik bərabər yanlıdır. Bu da bərabər yanlıdır, bunlar bərabər idi. Bu CD hər ikisində ortaq. İki tərəf, bu da tənbölən olduğuna görə onlar arasındakı bucaqlar. İki tərəf və onlar arasında qalan bucaq, digər üçbucağın iki tərəf onlar arasında qalan bucağı konkurent olduğuna görə ACD və BCD üçbucaqları konkurentdir. Konkurent üçbucaqların bucaqları da konkurentdir. Yəni, CD tərəfinin qarşısındakı bucaq A bucağı idi. Digər üçbucaqda CD-nin qarşısındakı dayanan bucaq B bucağıdır. Ona görə bu bucaqlar da konkurentdir. Yəni, bunu da C təpəsindəki bucaqdan fərqləndirmək üçün iki dənə xətt qoyaq ki, bu bucaqların dərəcə ölçüləri fərqlidir. Bu xassənin tərsi də doğrudur. Yəni, bu xassəmiz belə idi ki, bərabər yanlı üçbucağın oturacağına bitişik bucaqlar konkurentdir. Əgər üçbucağın iki bucağı bərabərdirsə, onda bu üçbucaqlar bərabər yanlı üçbucaqdır. Gəlin çalışmalarına baxaq. Xassə 2 var, ona da baxaq sonra. Bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median bu üçbucağın həm tənböləni, həm də hündürlüyüdür. Yəni, yalnız oturacağa çəkiləni. Burada bərabər yanlı olduğunu bizə qeyd edib. AC ilə BC bir-birinə bərabərdir. Bərabər yanlı olduğuna görə bilirik ki, bu bucaqlar da bir-birinə bərabərdir. Yəni, A bucağı ilə B bucağı bir-birinə bərabərdir. Demək, CD parçası ABC üçbucağının medianıdırsa, onda median da bilirik ki, qarşı tərəfin ortasını birləşdirirdi. AD tərəfi ilə BD tərəfi də bir-birinə bərabərdir. Bunları da belə qoyduq. Bir-birinə bərabərdir. Onda TBT əlamətinə görə iki tərəf, AD və AC tərəfi, onlar arasında qalan bucaq. Digər üçbucağın iki tərəfi və onlar arasında qalan bucağa konkurent olduğuna görə bu üçbucaqlar konkurentdir. Konkurent üçbucaqlarda da bucaqlar konkurentdir. Ona görə bucaq ACD ilə, yəni bu bucaqla BCD bucağı konkurentdir. Əgər bu konkurentdirsə, onda CD həm də tənböləndir.
Çalışmalarımıza baxaq. Bərabər yanlı üçbucağın xassəsindən istifadə edərək məchulu tapın. Deməli, burada 55-55 bucaqlar olduğuna görə, deməli, AB tərəfi bərabərdir AC tərəfinə. Yəni 2x bərabərdir 2x üstəgəl 8-ə. Buradan 2x minus x bərabərdir 8, x da bərabərdir 8. Onda AB bərabərdir 2x, yəni 2 vurulsun 8, 16. Elə AC də bərabərdir 16-ya. Burada özü yazı görürsünüz, tərəfləri verib bərabərdir. Bərabər olduğuna görə, onda bu oturacağı bitişik bucaqlar bərabər olmalıdır. Yəni y bərabərdir 80 minus y-ə. Y üstəgəl y 80, 2y 80, y də bərabərdir 40 dərəcə. Digərində yenə bu tərəflər bərabər olduğuna görə oturacağı bitişik bu bucaqlar bərabər olmalıdır. 4a bərabərdir 2a üzərinə 16. 4a minus 2a 16-ya. 2a bərabərdir 16. A da bərabərdir 8. Onda bucaq D bərabərdir 4a, yəni 4 vurulsun 8. Bu da bərabərdir 32 dərəcə. Yəni bucaq F də elə bərabərdir bucaq D-yə, o da bərabərdir 32 dərəcə. Tələb olunan tərəfin uzunluğun və bucağın ölçüsünü tapın. Burada xətlər qoyub, deməli, bunlar bərabər yanlıdır. Bərabər yanlı üç bucaqda hündürlük həm tənbölən, həm mediandır. AD 3-dürsə, onda DC də 3-dür. Bizdən DC-ni istəyirdi 3. Bucaq ABC də bilirik ki, hündürlük həm tənbölən, həm mediandır. Əgər bu 20 dərəcədirsə, deməli BD həm də tənbölən olduğuna görə burada olacaq 20 dərəcə. Yəni xassə 2-yə əsasən bunu həll edirik. Digərdə yenə həm hündürlükdür, həm də median olduğunu qeyd edib. Deməli, bu həm də tənböləndir. Ona görə bura olacaq 15 dərəcə. Yəni, və yalnız bərabər yanlı üç bucaqda hündürlük, median həm də tənböləndir. Ona görə bu tərəfdə 5 olacaq. Yəni oturacağı çəkiləni. Onda AC tərəfi 5 olur. Bucaq BAC isə olacaq 30 dərəcə. Digərində burada qeyd edib bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda təpədən çəkilən tənbölən olduğunu qeyd edib. Deməli, bilirik bərabər yanlı üçbucaqda tənbölən həm mediandır, həm hündürlükdür. Median olduğuna görə BD ilə DC bərabərdir. Burada 10 olacaq. Bizdən BC-ni istəyir. Onda BC 20 olacaq. Və bucaq ADC. ADC. Bu bucağı istəyir. Bu bucaq da bu hündürlük olduğuna görə 90 dərəcə olacaq.